Perfeksionizm səni uğura aparır, yoxsa səni məhv edir? Bu insanlara kənardan baxdıqda elə görünür ki, çox məsuliyyətlidirlər, hər şeyi ideal edirlər. Amma daxili bir səs isə kifayət deyil, daha yaxşı olmalı idi, səhv edirsən, biabır olaram kimi iç səsi ilə qarşılaşırlar. Bu artıq inkişaf deyil, bu perfeksionizmdir. Perfeksionizm hər şeyi ideal etmək məcburiyyəti və səhvə qarşı dözümsüzlükdür. Bu anlayış psixologiyada geniş araşdırılmışdır və bunu 3 istiqamətdə izah edirlər. Özünə yönəlmiş, yəni özünə qarşı çox sərt olmaq, başqalarına qarşı, yəni başqalarından ideal olanı gözləmək, sosial, yəni insanların səndən mükəmməllik gözləmələrini düşünmək. Problemin gizli tərəfi isə budur ki, perfeksionizm səni irəli aparmır, səni dayandırır. Bu səni başlamağı gecikdirməklə, hazır deyiləm düşüncəsi ilə, hələ ideal deyil, bitirmirsən və özünü daim tənqid edirsən. Uğurdan zövq ala bilmirsən kimi mənfi stimula yönəldir. Ən təhlükəlisi isə öz dəyərini nəticə ilə ölçürsən. Gəlin görək perfeksionizm haradan və necə yaranır. Çox vaxt kökündə uşaqlıqdan yüksək gözləntilər, səhv etmə mesajları, tənqid və müqayisə, sevgini şərtli hiss etmək, dolayısıyla insan elə düşünür ki, mükəmməl olsam qəbul olunacağam.